olmaz. Sən də uşaq böyüdürsənsə buna diqqət edəcəksən. Həyat yoldaşı ilə də bağlıdır bu. Sən məsəl üçün həyat yoldaşına, ha bunu aldım, onu aldım, ora istədi, ora apardım, maşını istədi, bu maşını aldım, bu qızılı istədi, bu qızılı aldım. Elə bilirsən ki, sənə sadiq olacaq. O qədər filmlər var ki. Amma indi bilmirəm nə dərəcədə görmüsün, amma indi onu aşılayırlar. Bəli, onu Sən mənə ver, mən də sənə sadiq. Sən yaxşı kişi olsan, mən də sənə baxım. Yəni bu şəkildə bir şey. Sən yaxşı kişi olsan, sən mənə hər şeyi alarsan, verərsən. O ümid ki, sən bunun nəfsini məmnun eləginən, o da sənə qayıdıb sədaqət və sevgi ilə cavab verəcək. Yox. Sədaqət və sevgi əxlaqdan doğur. Əxlaq isə olar bilir, olmaz bilir. Yəni bununla alınacaq bir şey deyil. Yox. Onun inşasında nəyisə məhrum eləyəcəksən. Bu olmaz. Və o sevgi, o əxlaq inşa olunarsa, 500 manatlıq maaşla da qadın sənə sədaqətli olacaq. Deyir, kişidir, deyir, 500 manat maaş alır, deyir, onu necə sevmək olar? Sən vəziyyətin elədir ki, sən o kişinin 500 manatını böyük bir nemət kimi görməyə öyrənməlisən. Ondan sonra sən insan olacaqsan. Bu sabah mənə yazmışlar rəylərdə, indi onun cavabını verirəm. Əgər sənin ərin 500 manat qazanırsa, sən ərinin 500 manatını böyük bir nemət kimi dəyərləndirməyə öyrənməlisən. Sənin insanlığa gedən yolun bundan keçir. Allah qəsdən səni bu situasiyaya salıbdır. Ha, o mənə bunu alsın, mən onda onu dəyərləndirəcəm. Sən onda onu dəyərləndirməyəcəksən heç vaxt. Bir dəfə istəyirəm bu mövzuda bir açıq söhbət edək, amma tam açıq söhbət. Çox ehtiyacı. Uşaq məsələsindən danışdıq, belə bir ağlıma sual gəldi. Məsələn, bizim vaxtımızda, indi siz məndən təbii ki daha yaşlısınız, amma bizə də belə idi ki, mən bu sözü çox etmişəm. Uşağı böyüdürsən, dünyaya yetişdirirsən və o da gələcəkdə sənə baxır da, yəni bu bir öhdəlikdir. Və düşünmürəm ki, açığı kimsə də bunu sorğulasın ki, mən niyə atam-anama baxmalıyam da. Amma indi çox eşidirəm bunu, hətta filmlərdə, yəni son dəfə yadımdan çıxdı hansı bir filmdə də eşitmişəm. Bəzi tərbiyəvi, indi mən də işim uşaqlarla deyə kitablar oxuyuram, uşaqlarla bağlı yazılmış, orada da oxumuşam. İnsanlardan da çox eşitmişəm, yəni müasir ata-analardan da beləcə mən yaşda. Hamısı deyir ki, uşaq doğulmağı seçməyib. Mən onu dünyaya gətirmişəmsə, yəni mən onu doğulmağı istəmişəm və mən onu dünyaya gətirmişəm, o sonra sərbəstdir. Yəni mən onu böyüdürəm və sair belə axır ki, o yaşasın. Yəni böyütmürəm ki, sabah büyüsün, mənə baxsın. Bu mənə də deyəndə mən deyirəm ki, necə yəni mən mənim atama, anama baxmağım, indi mənim atam yaşlıdır, Allah bütün valideynlərə ömür versin.